Yer üzündə Azərbaycan xalqı olaraq, Azərbaycan milləti olaraq biz bu dünyada yeganə millətik ki, bizə, düşmənə ehtiyac yoxdur. Biz öz aramızda kiçicik hər hansı bir konflikt çıxsa bəs eləyir. Biz bir-birimizi yeyərik, müharibə elan edərik bir-birimizə. Yəni bu çox mənfi bir şeydir. Yəni ümumi xalq olaraq mənfi bir şeydir. Çünki bir neçə saat əvvəl də bir hadisə baş verdi. Danışmayacağam nə hadisə idi. Amma çox kiçik, çox lazımsız bir şeylərdən insanlar böyük müharibələrə kimi apara bilir. Çox yersiz bir şeydir və ona görə də mən bu hadisədən öncə də daha öncə bəzi hadisələrlə şəxsən özüm qarşılamışam və yaxud da gözümün önündə olub və yaxud da eşitmişəm və buna görə də rahatlıqla deyə bilərəm ki, biz millət olaraq bizə düşmənə ehtiyac yoxdur. Özümüz özümüzə yetirik. Və bu da çox təəssüf ki, bir mənfi bir şeydir. Kaş ki olmasın deyirəm, amma bu məsələnin də düzələcəyinə mən heç vaxt inanmıram. Haçansa düzələr. Ona görə daima yollarda ehtiyatlı olun, özünüzdən də müğayət olun.